Bakının Binəqədi rayonunda 1976-cı il təvəllüdlü Fəqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sudabəyə xəsarət yetirib. Hadisə 18 oktyabr 2023-cü ildə gecə saat 02:00-da baş verib. Fəqan yaşadığı evdə onunla birgə yaşayan arvadı Sudabə ilə aralarında uzun müddət davam edən soyuq münasibət və narazılığın tərəfindən yenidən gərginləşdirilməsi nəticəsində aralarında mübahisə baş verib. Fəqan məişət və birgə yaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı arvadının onun icazəsi olmadan öz qardaşı qızının toy mərasiminə getməsini bəhanə edib, onun baş, boyun və sifət nahiyələrinə əl zərbələri, masanın üzərində dolu vəziyyətdəki 2 litrlik Coca-Cola plastik butulkası ilə qəsdən bir neçə dəfə vurub. Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 127.1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə çoxdan olub. Sudabə rayona getməmişdən qabaq mənə deyiləsi olmayan söz dediyindən belə bir hadisə baş verdi. Sonra isə rayona getdi. Gedəndən sonra xəbər tutdum. Sonra uşaq yığıb rayona getdiklərini bildirdi. Sudabə Gil rayona gələndən sonra dediyi sözün nə olduğunu soruşdum. Mənə cobud cavab verməyə başladı, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa Sudabəyə bir də ondan icazəsiz niyə getdiyini bildirib, o həmçinin qeyd edib ki, Sudabə onu söyüb. Mən də otağa keçərək dediyi sözün nə olduğunu soruşdum. Qışqırmağa başladım. Onu vurduqda əlimin burnuna dəydi. Onun burnundan qanadı. Aramızda əvvəllər mübahisə olub, mübahisənin başlanğıcı Sudabənin taksi şoferinə yoldaşını hara aparmasını soruşması ilə başlayıb. Sudabənin əlim ilə vurmuşam, Sudabəni bir dəfə vurmuşam. Sonra evimizə təcili tibbi yardım gəldi. Təcili tibbi yardımı biz özümüz çağırmışıq. Tibb işçiləri Sudabəni apardılar, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərərçəkmiş qismində ifadə verən Sudabənin sözlərinə görə artıq 4-cü ildir əri Fəqan ilə bu vəziyyətdədirlər. Mən əməliyyat olunduqdan sonra aramızda narazılıq yarandı. Fəqanın çevrəsi dəyişdikdən sonra evə gec gəlməyə başladı. Fəqan 13 il idi içmirdi və sonradan içməyə başladı. O bəzi gecələr evə gəlmirdi, gələndə də mənimlə dava edirdi. Fəqan evə gələndə özümüzü yatmış göstərirdik. Ərimin mənə və qızıma qarşı nifrəti, əsəbi tam başa düşə bilməmişəm. Biz yaxşı ailə olmuşuq. Lakin son 4 ili bu vəziyyətə düşmüşük, deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan toydan gecə içkili gəlib. Onu çağırdıqda o da durmayıb. Durub getsəm idim, məni və ailəmi təhqir edəcəkdi. Fəqan məni söyəndə qızım səsləri yazıb. Belə olduqda oğlum gedərək qaynımı çağırdı. Qaynım da bir səfərində bizi xilas edirdi. Hər səfərində bizi xilas edirdi. Mən evdə Quran oxuduğum yerdə Fəqan məni söyüb. Oxumamağımı dedi. Fəqan əlində Coca-Cola plastik butulkası ilə otağa daxil oldu. Yaxınlaşaraq dayanmadan dəfələrlə başıma vurdu. Bundan sonra Fəqan çölə çıxdı. 2-3 dəqiqə sonra geri qayıdaraq yumruqla sifət nahiyəmdən vurdu. Bu vaxt oğlum yatmışdı. Qızım isə oyaq olub. Qızım mobil telefonla təcili tibbi yardıma zəng etdi. Bir neçə dəqiqə sonra təcili yardım gəldi. Lakin Fəqan təcili yardım əməkdaşlarını evə buraxmaq istəmədi. Mən
qızım ilə birlikdə gizlicə çölə çıxıb təcili yardım avtomobilinin qapısının qarşısında olduğunu gördüm. Mən və qızım həmin avtomobilə əyləşdik. Həkimlər müayinə etdikdən sonra məni xəstəxanaya apardılar deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Zərər çəkmiş ifadəsinə görə hadisə gecə saat 2 radələrində olub. Fəqan məni 15 dəqiqə söyməyə başladı. Qardaşımın onu niyə toya çağırmadığını, orada özlərini kişilərə göstərdiklərini dedi deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Binəqədi rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Fəqan 2 il müddətə islah işləri cəzasına məhkum edilib.